Salam dəyərli izləyicilər. Bugün Azərbaycan Texniki Universitetindəyik. Burada riyaziyyata marağı olan, düşünməyi sevən və özünü daha böyük səhnədə sınamaq istəyən şagirdlər toplaşıb. Onları bir araya gətirən isə Kopernik Beynəlxalq Riyaziyyat Olimpiyadasıdır. Bu olimpiyada adını elm tarixində köklü dəyişikliklərə imza atmış dahi polyak alimi Nikolay Kopernikdən alır. Bugün burada toplaşan şagirdlər də məhz həmin elmi mirası davam etdirmək üçün bir araya gəliblər. Onlar səbir və əzmlə suallara cavab verir, bilik və bacarıqları nümayiş etdirirlər. Bu məqamda görkəmli riyaziyyatçı Cahid Arifin məşhur fikrini xatırlamaq yerinə düşür. O, deyirdi ki, riyaziyyat əsasən səbir tələb edən bir sahədir. Onu əzbərləməklə deyil, kəşf edərək anlamaq lazımdır. Kopernik Beynəlxalq Riyaziyyat Olimpiyadasının seçim turu bu il ölkəmizin 4 fərqli məkanında eyni anda təşkil olunur. Bakıda Azərbaycan Texniki Universitetində, Sumqayıtda Sumqayıt Dövlət Universitetində, Gəncədə Gəncə Dünya Məktəbində, Naxçıvanda isə Naxçıvan Xidmət Səhmdar Cəmiyyətində şagirdlər eyni anda biliklərini nümayiş etdirirlər. Gəldik olimpiyadanın siz izləyicilər üçün ən maraqlı olan hissəsinə. Birazdan Sumqayıt Dövlət Universitetinə bağlantımız olacaq. Komandamızdan Zəhra bizimlədir. Zəhra, orada baş verənlər barədə bizə məlumat verə bilərsən, zəhmət olmasa? Salam Milana, məlum olduğu kimi hazırda Sumqayıt Dövlət Universitetindəyik. Burada da Kopernik Olimpiyadasının seçim turu yüksək nizam intizamla davam edir. Salda tam sakitlik hökm sürür, şagirdlər hər suala diqqətlə yanaşır, zamanlarını düzgün bölüşdürməyə çalışırlar. Həmçinin könüllərimiz də şagirdlərə sualları yarandıqda kömək edirlər. Sumqayıtla yanaşı ətraf bölgələrinə gələn şagirdlər də burada iştirak edir. Mənim çatdıracağım məlumatlar bu qədər idi. Söz sizdədir Milana. Çox sağ ol Zəhra. Biz də Sumqayıtdakı bütün şagirdlərə uğurlar arzu edirik. Növbəti bağlantımız Gəncə şəhərindəndir. Komandamızdan Fidan hazırda Gəncə Dünya Məktəbindədir. Fidan, səni eşidirik. Söz sizdədir. Salam Milana, hazırda Gəncə Dünya Məktəbindəyik. Burada imtahan prosesi qaydasına uyğun şəkildə davam edir. Gəncə ilə yanaşı ətraf rayonlardan da şagirdlərin aktiv iştirakı müşahidə olunur. Bu da regionlarda riyaziyyat olimpiyadalarına marağın nə qədər yüksək olduğunu göstərir. Şagirdlər həm diqqətli, həm də olduqca motivasiyalıdır. Mənim Gəncədən ötürəcəyim xəbərlər isə bu qədərdir. Söz sizdədir Milana. Təşəkkür edirik Fidan. Gəncədə yarışan bütün şagirdlərə uğurlar arzu edirik. Kopernik Beynəlxalq Riyaziyyat Olimpiyadası 3-11-ci sinif şagirdləri üçün nəzərdə tutulub və Azərbaycan, Rus və İngilis dillərində keçirilir. Seçim turunda iştirakçılara 75 dəqiqə vaxt verilir. Bu müddət ərzində şagirdlər 20 çox variantlı suala cavab verərək maksimum 100 bal toplamağa çalışırlar. Kopernik Riyaziyyat Olimpiyadasının böyük finalı 29 iyul 2 avqust tarixlərində ABŞ-ın New York şəhərində Kolumbiya Universitetində keçiriləcək. Final mərhələsi çərçivəsində iştirakçılar New York şəhərinin ən önəmli məkanları ilə tanış olacaqlar. Proqram zamanı şagirdlər riyaziyyat və elmi mərkəzlərindən biri olan Riyaziyyat Muzeyini ziyarət edəcək, şəhərin qəlbi hesab olunan mərkəzi parkda vaxt keçirəcəklər. New Yorkun simvolik məkanlarından olan 5-ci prospekt və Times meydanı şəhərin dinamik atmosferini yaxından hiss etməyə imkan yaradacaq. Bundan əlavə, ABŞ-ın azadlıq rəmzi kimi tanınan Azadlıq heykəli və şəhəri yuxarıdan seyr etməyə imkan verən Summit One Vanderbilt müşahidə meydançası proqramın əsas ziyarət nöqtələri sırasında yer alacaq. Beləliklə, final mərhələsi şagirdlər üçün riyazi biliklərlə yanaşı beynəlxalq mədəni mühitlə tanışlıq imkanı da yaradacaq. Salam, adın nədir? Mədinə. Mədinə, olimpiyadaya necə hazırlaşmısan? Hazırlaşanda sənə kim kömək edib? Hazırlaşanda mənim məntiq müəllimim kömək edib və əla hazırlaşmışam. Onda bugünkü olimpiyadaya hazır hiss edirsən əslində? Bəli, Bəs səncə hansı medal qazanacaqsan bugün? gümüş. Buradan kiməsə salam göndərmək istəyirsən?
Burada məntiq müəllimə salam göndərmək istəyirəm. Uğurlar. Çox sağ ol. Salam, özünüzü təqdim edə bilərsiniz. Mənim adım İpək Şahin, 12 yaşındayam. Azərbaycan Bürç Kollecdə oxuyuram, 6-cı sinifdəyəm. Bugünkü olimpiyadaya hazırsınız. Hazıram. Hazırlaşarkən kim kömək edib sizə? Atam. Bəs özünüzü riyaziyyatdan qiymətləndirsəz 1-dən 5-ə qədər neçə verərdiniz? 4 Sizcə bugün hansı medal qazanacaqsınız? gümüş. Buradan kiməsə salam göndərmək istəyirsiniz? Əmim gəlib Türkiyədən ona. Uğurlar. Salam, özünüzü təqdim edə bilərsiniz. Salam, mən Aman Mirzəzadə. 8-ci sinifdə oxuyuram. Xarici dillər Təmal Gimnaziyada təhsil alıram. Bu olimpiyadaya medal qazanmağa gəlmişəm yəni. İnşallah qızıl medal qazanacağam. Başqa olimpiyadalarda da iştirak etmisiniz? Topum demək olar bütün olimpiyadalarında. Yer tutmusunuz bəs olimpiyadalarda hansılar? Bürünc, gümüş. Bəs buradan kiməsə salam göndərmək istəyirsiniz? Anama və müəllimə. Kopernik Riyaziyyat Olimpiyadasında sual blokları riyaziyyatın əsas və mərhələli sahələrini əhatə edir. Silabus ibtidai siniflərdən başlayaraq ədədlər üzrə əməliyyatlar, kəsrlər, bölünmə qaydaları, ölçmə vahidləri, sadə həndəsə anlayışları, məntiqi düşünmə, qrafik və diaqramların oxunması, söz məsələləri və ardıcıllıq kimi mövzular üzərində qurulub. Orta siniflərdə bu mövzulara cəbir, xətti tənliklər, faizlər, nisbət və proporsiyalar, sahə və həcm hesablamaları, statistik göstəricilər, ehtimalın əsasları, kombinatorika və koordinat həndəsəsi əlavə olunur. Azərbaycan milli komandası bu olimpiyadada 5 qızıl medal, 21 gümüş, 21 bürünc medal və 4 fəxri fərman qazanıb. Şagirdlərimizdən biri olan Cüneyt Qəmbərov isə öz kateqoriyasında dünya çempionatını qazanıb. Salam, özünü təqdim edə bilərsən? Adım Səiddir. 12 yaşım var, 7-ci sinifdə oxuyuram, Oxford məktəbdə. Olimpiyada necə keçdi bəs? Yaxşı yazdın? Yaxşı yazdım. Salam, özünü təqdim edə bilərsən? Mənim adım İlahədir. 4-cü sinifdə oxuyuram. Bilik məktəbində oxuyuram. Daha öncə olimpiyadalarda iştirak etmisən? Fiso və Timo 3-cü yeri tutmuşam. Bəs bu olimpiyada necə keçdi sənin üçün? Səncə yaxşı nəticə alacaqsan? Yaxşı nəticə alacağam. Kiməsə salam göndərmək istəyirsən? Anata. Salam, özünü təqdim edə bilərsən? Mən Əhmədzadə Aydınam. 4-cü sinifdəyəm. 214-cü məktəb. 4A. Keçən olimpiyadalar o Fiso idi axırıncı dəfə. 3-cü medal və başqa olimpiyadalardan 3-cü medal almışam. İndi fikirləşirəm ki, yenə yaxşı yazaram. Onda bu olimpiyada yaxşı keçib sənin üçün? Qızıl medal almağı düşünürsən? Qızıl deməzdim, hardasa gümüş var. Kiməsə salam göndərmək istəyirsən? Tamam. Salam, özünü təqdim edə bilərsən? Mənim adım Həsən Talıbzadədir. 10 yaşım var. Hədəf lisey Stars kampusda oxuyuram. Bugünkü olimpiyada necə keçdi sənin üçün? Düşünürəm ki, yaxşı keçdi. 2 dənə sual yazmamışam, amma inşallah ki, o birisilər düz olar. Bəs əvvəl olimpiyadalarda iştirak etmisən? Bəli, iştirak etmişəm və çox olimpiyadalarda. Hansılarda olmusan və neçənci yerə çıxmısan? Fiso'da olmuşam. Bu Fiso IQ-da da olmuşam. 14-dən çox qızıl medalım var. Çox gözəl. Bəs buradan kiməsə salam göndərmək istəyirsən? Ailəmə, müəllimə, Sambiyə. Uğurlar sənə. Salam, özünü təqdim edə bilərsən? Salam, mənim adım Süleyman Axundlu. Mən 6-cı sinifdə oxuyuram və 21-ci əsr məktəbində. Daha öncə olimpiyadalarda iştirak etmisən və neçənci yerə çıxmısan? Mən Kopernik olimpiyadada Amerikada iştirak etmişəm və 3-cü yer gəlib oldum. Bəs bugünkü olimpiyada necə keçdi? Çox asan idi. Bugün də yenə yer tutacağını düşünürsən? Hə, Səncə neçənci yer? 2-ci. Buradan kiməsə salam göndərmək istəyirsən bəs?
Hə, mənim anama. Salam. Uğurlar. Çox sağ olun. Beləliklə, Kopernik Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim turu artıq başa çatır. Yekun nəticələr önümüzdəki həftə Qoq.edu.az saytında və sosial media hesablarımızda elan olunacaq. Mükafatlandırma mərasimi isə 22 fevral tarixində keçiriləcək. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, salamat qalın. Növbəti olimpiadalarda görüşərik.